Əməliyyat qərarı verməyi çətinləşdirən 5 səbəb. Başqasının pis təcrübəsini öz üzərinizə tətbiq etmək. Tanışım da əməliyyat oldu, amma peşman oldu. Demək, səhvdir. Çünki xəstəlik eyni adda ola bilər, amma hər kəs fərdidir. Orqan ehtiyatı, mərhələ, risk önəmlidir. Ağrı yoxdursa, təhlükə də yoxdur. Unutmayın, ağrı bir xəbərdarlıqdır, amma yoxdursa, risk öz başına da inkişaf edir. Biraz da gözləyim sindromu. Bu biraz gözləmə sizdə infeksiyaya, perforasiyaya, orqan ehtiyatının itirilməsinə gətirib çıxara bilər. Unutmayın, planlı əməliyyat ağırlaşmasız əməliyyatdır. Plansız təcili əməliyyat isə riskdir və məcburidir. Qorxu ilə uzadılan əməliyyatların nəticəsi əməliyyatı çətinləşdirir, sağalmanı uzadır, reanimasiya ehtiyacına səbəb olur və cərrahların ən çox eşitdiyi kəlmə "kaş vaxtında əməliyyat olunardım" və əməliyyatın emosional yükü, ailəmi qorxutmayım, buna da dözərəm, güclü olaram deyirsinizsə, unutmayın, cərrahiyyədə dözüm yox, vaxt önəmli faktordur.